Bax. Zələrdə gəlmiş bu zəncirlərlə bağlayıblar bunları. Bunu yəni ki, bunların boyundan havaya çıxma yerinə baxın. Yəni hava ilə əlaqəsi burdandır qardaş. Kiçik bir yerdəsən, çox kiçik bir yerdə. Onları satan da bax belə dayanır, gəlirsən, sən baxırsan, ha, bunun bədəni zordur, pisdir, yaxşıdır. Kökü olubdur. Qulların satışı buradan reallaşıbdır. Sabah və ya biri gün dediyim kimi getmək istəyirəm Aruşaya. Sadəcə olaraq bileti portu tapdım. Zanzibar Ports Corporation tapdım portu. İndi buradan bilet almalıyam. Biri də düşmüş dalımda onu qırmaq üçün video çəkməyə başladım. Portu tapandan sonra biletimi alandan sonra biləcəm biletin qiymətini də bilim bir dənə ki, nə qədər eləyir. Ondan sonrası ya Allah, ya qərar verəcəm, sabah çıxıram, ya da qərar verib biri gün çıxacam. Gəlmişək bilet almağa. İçəridə adam önündən təqdimlər. Buradan bax, gözlüyə görə. Dillərini də oxuya bilmirəm ki, oxuyum nəysə anlayayım ki, lənətlər başlayır. Belə görürəm, bəlkə mən təyyarə ilə gedim. Çünki bu xanım dedi ki, bir xanımla rastlaşdım bilet alanda. Dedi ki, o da Aruşaya gedib gəlib, təyyarə ilə gedib gəlibdi. Çox baha deyil, 100 evrodur. Amma yenə də mən daha ucuz bəlkə gəmi ilə test eləmək istədim. Hələ baxacağam. No, I have no. Washing. What's the problem? What? I am taking video myself. You can speak English? No, speak English. No, speak English. I can't understand you. Xiyar gəlib yapışıbdır ki, mənə niyə çəkirsən? 10 saatdır deyəm göstərirəm ki, buna kisəyə çəkmirəm, özümü çəkirəm. Sənin nəyəbi çəkib? Səndən məndə xeyrim var kisədə çəkib. Xiyar oğlu, xiyar elə də adama dirənir ki. Uzun sözün qısası, gəldim deməlini öyrəndim. Eyni məsələ deyil, fikirləşdiyim kimidir. Mən buradan gəmi ilə 35 dollara gedirəm Dar es Salaama. Dar es Salaamdan da müəyyən bir qədər məsafə qət eləyirəm avtobus vağzalına. Bu da deyir 30-35 dəqiqə vaxt alacaq. Ondan sonra mən avtobusa minib Aruşaya gedə bilərəm, amma deyə bilmədi ki, Aruşa nə qədər vaxtımı alacaq. Mən yenə deyirəm, bu məlumatları internetdən əldə edə bilərəm. Amma biraz macəra da olması üçün istəyirəm. Test bir alınmasın, gedim alınmasın, düşüm yolun ortasında başqa bir şeye minim, oradan ora gedim, buradan buraya it's okay. Hamısı mənim üçün okeydir, uyğundur, eləyə bilərəm. Əsas odur ki, nəsə maraqlı bir şey alırsın. Okey millət, gedirik Pleasant Island'a, məhkumların adasına. Hakuna Matata. Qardaşla bir yerdə gəlmişik bu tısbağaları görməyə. Tısbağaların Island, Prison Island bunların məskəni sayılır. Çox yekə tısbağalardır. Gəlmişəm onlarla çəkil çəkdirim. İndi sizə də göstərəcəm. Üstlərini də belə rəqəmləyiblər ki, tanısınlar hansıdır. Hamısı bədbəxtlərin bir-birinə oxşuyur. Təbii ki, oyda. Bu nə boydadır? Təsəvvür eləmişsiniz, bu nə boydadır? Çox böyükdür. Həddindən az. Bu da onların gələcəkdə böyüyüb özləri boyda olacaq balaları. Bir də cüppülü tısbağalar, bu cüppullardır. Bu nədir bilmədim. Bu ceyrana cüyrü oxşur amma bilməm nədir. Cüppülü. Göyərçinlərə baxın. Bunlar Afrika göyərçinlərdir. Görüm əlimə gələcək. Gəlin gələcək əlimə. Gəlmədilər, hamısı uçdular getdilər. Məhkumlar gəlib deməli burada yemək yeyiblər. Restoran deməkdir. Başa düşdünüz nədir? Rahat bir dənə çəkin belə. Məhkumların hamısı bax burada saxlanılıb, amma hal-hazırda buranı restorana çeviriblər. Belə qəribə şey qoruyublar. Yəni turistlər bilirsiniz ki, bura gəlir. Buranı restorana çevirməyə nəyə ehtiyac var? Adamlar eləyiblər. İndi restorandır bura. Yəni bu dərəcə dəyərli bir yer, vaxt tarixi olan bir yer indi restoran kimi fəaliyyət göstərir. Oğlan dediyinə görə burada isə həmən məhkumların paltarları bu aparatlarla tikilib illərlə. Yəni bunların sırf iş prinsipi o məhkumların paltarlarının tikilməsi olubdur. Baxın, bu məhkumların şəkilləri də tarixi, vəziyyət bax belə vəziyyətdə olubdur. Oyda fil dişinə bax, bunun böyüklüyünə bax, fil dişinə. Island bu belə bir formadadır. Köhnədən yeniyə zəmbıl zibar. Belə bir şeydir. Amma köhnəsi də budur qardaşlar.
Buranı bar eləyiblər, yəni restoran bar eləyiblər. Yerdə belə bir şey var, amma oğlan da getdi, mən bilmirəm. Bu çox güman ki, çox köhnədən qalmadı. Məhkumları bax bura bağlayırdılar. Məhkum dedikdə bunlar həm də qul olublar da, yəni qul kimi satışları həyata keçirilib bunların. Baxın, bu otaqların hamısında qullar, məhkumlar, hamısı bax buralıqda saxlanılıbdı. Gördüyünüz kimi dəmir barmaqlarla bağlanılıbdı. Okey millət, deməli, bunun yarım yamalaq məlumatları ilə gəldim. Adamın ingiliscesi çox zəifdir, bərbad sözlər zorla deyir. Okey də, amma biz anladıq. Mən buranı həm də qulların yeri kimi bildim buna. Bura gəlməmişdən qabaq 30 dollarıma heyfə tulladım deyərdim. Yəni o tispağanı görməyə və yaxud gəlib məhkumların türümçilərin qaldığı yeri görməyə dəyməzdi. 30 dollara heyfim gəlir hazırda. Amma okey. Deməli burada sadəcə olaraq sadə olar, o dildə sizə türmə salıblar. Türmədə məhkumlar burada saxlayıblar. Bura onların restoranı. Bayaqki yerler onların saxlanıldığı yer. Sadəcə qanunu pozanları burada saxlayıblar. Cinayətkarları burada saxlayıblar. Və burada bu adanın özünə məxsus sadəcə böyük olan tısbağaları var. Fərqli sortdular. Və yalnız burada yaşayırlar. Burada görə bilərsiniz tısbağaları. Və salam, başqa heç nə. 30 dolları cırdım, tulladım çölə. Ürəyim də uf demədi. Amma hal-hazırda yanıb tökülürəm ki, heyfə getdi 30 dollar. Heyf yox. Bu səyahətimin ən qəribə hissəsi ondan ibarətdir ki, hər şeydə xırda-xırda ekonomi eləyirəm. Gəlirəm axırda elə bir şeydə bum eləyirəm ki, yəni o ekonomi eləməyin mənası yox idi da. İndi bax, bu da onlardan biriydi. Gələndə bura necə ekonomiya ilə gəlginə, gəl axırda belə lazımsız rasxod eləginə. Başım işləmir də, hər an bir axmaqlığı var bu da mən. Amma gəlmişkən görməliydim də mən buranı. Goodbye, Hakuna Matata. Getdik canım. Gedək görə şəhərdən ağarıq. Mən belə görəm bir gün də qalacağım burada. Para getdi mənim o kəndisi. Where's my captain? Mas getdi, düşürtdü obsini. Qayıdır indi dalınca. Oradakılar piyandılar, içiblər, ağzına gələn eləyirlər də. Onlara şəkil zatı çəkdim. O piyan mıxını çəkmiş ki mənə şəkil çəkdim. Cəhənnəmə şəkil çəkdirim sənə. Amma mən belə anlayıram ki, hər şey bir yana. Bu məhkumlar da burada saxlamaqların səbəbi bundan qaça bilmə ehtimalını olur. Buradan oraya üzüb getmək olar. Mümkün deyil. Sən burada qalarsan, elə qalarsan ölünə qədər. Yəni, adamlar biliblər, neyiniblər. Mənim masımdır. If you want to come here, I jump. I can jump. May I jump? Okay. Over. Let's go. Masum motoru kızdı, radyatör gıttırdı. What we are waiting? What's the problem? I know, just to Okay, okay. Tamam, çıxaq köyün ortasında qalaq. Botla görə kələ. Belə diyola düzəltdi, kölə düzəltdi. Dalın dilin arası bile. Okey, qayıtdıq. Okey, kartım dolmuşdu, kartı dəyişirdim. Ben ama mütləq kart almalıyam. Bura nədir? Lastiğinlə oynayırlar uşaqlar. This school? No? Okey. Hamısı uniforma dadılar. Onun görə marağı gəldi ki, bəlkə bura məktəbdir. Amma yox. Bunlar mədrəsə uşaqlarıdır. Bunlar mədrəsə uşaqlarıdır. Çünki üzərlərində formaların öyle bir şey var. Məscid şəkli var. Yəni ki, bunlar mədrəsə təhsil alan uşaqlardır, məktəbdə yox. Ona görə soruşdum. Millət, istəyirəm bunu görəsiniz. Həyət qapılarına baxın. Əslində nə qədər köhnə olsa da qəşəng görsən. Ciddi deyirəm, bir şəhərin varlığı, bahallığı onun belə yaşanmış şeyləridir. Çox qəşəngdir mənə qalarsa. Bu da yalancı qəbilə adamlarından video eləyibdir. Bu yalancıdır. Bunun üzündə, yəni bunların orijinalı oydu ki,
onların üzündə bax burada 2 dənə yumru uşaqlıqda yandırılır. Yandırılır, ya kəsilir, nəsə belə bir ləkə atırlar. 2 dənə yumru uşaqlıqda. Onu mən şeydən Nunqvidə öyrəndim. Orada dedilər mən. Əgər bunlar həmən ləkəli adamlar deyillərsə, deməli yalandan sadəcə bu paltarı geyiniblər turistlər, türklər demiş, tablamaqla məşğuldurlar, pul qazanmaqla məşğuldurlar. Real Masai qəbiləsinin adamları deyil. Oydu, mən buralara niyə gəlməmişəm? Nə bir şeydir buralar? Selam aleyküm. Salam aleyküm. Bu məsciddir dostlar. This Moscow? Yes. Okay. And where the slave market? Okay, thank you. Slave marketdə yolunu Google Maps başqa göstərdi, bu mənə başqa yolla göstərdi. Amma yəni gedirəm də. Taparam elə. Burada dini kitablardır hamısı bax. Dualar, indi bilmirəm dillərini, amma dini kitablardır hamısı. Bax başlarında da belə bizim cənubdakı xanımların başına qoyub nəsə daşıması var. Bunlarda da o mədəniyyət var. Nəsə yük daşıyırlarsa başının üstünə xüsusi papaqları var. Bizdə bir başa qoyurlar onu. Mən bildiyim qədərilə, səhv eləyə bilərəm. Amma bunlar xüsusi papaqlar var. Onu qoyurlar. Ondan sonra həmən daşıyacaqları şeyi qoyurlar başlarına və gedirlər elə. Aha, hiss olunur ki, bax bir dənə çıxdıq oradan, sakitçilikdən çıxdıq. Bax bura dəlixana səs-küy eşidən kimi başa düşürsən ki, harasa bura turistlərin gəldiyi yerdir. Görə hələ buradan nə qədər pul alacaqlar bizdən bura daxil olmağımız üçün. Deməli, ya 5 dollar ya da 11.500. Okey. Pulumuzu verdik, biletimizi aldıq. İndi giririk görə burada nə var. Çox maraqlı, çox qəşəng bir tikilidir. Bu bina ilə sadəcə bu binanın fərqini anlamadım nədir. Ora mən bilən sonradan tikilib muzey olunub, amma köhnə bina, əsas bina buradır. Məktəblər də gətiriblər burada buna. İzah edirlər hamısını. Bəlkə də bura kilsədir, heç burada heç şey yoxdur. Mən niyə belə böyüdürəm mən şey bilmirəm. Bu girək baxaq adam olacaq. Kilsə yoxdur bu. Bu daha çox kilsə yoxdur. Kilsədir burada qarşılaşır. Qarşılaşır kilsə. Çox fəmzagət yoxdur. O da qalmamızın bir mahiyyəti yoxdur. Deməli, baxın, bax burada qullar satılırdı. Baxın, belə zəncirlə bağlanılırdı. Market hissəsi bura sayılır. Yəni, belə zəncirlə boyunları bağlanılır. Bu adam satandı onları. Onları satandı, bax belə dayanır, gəlirsən, sən baxırsan, bunun bədəni zordur, pisdir, yaxşıdır. Bu güclüyə oxşuyur. O pis oxşuyur, onun döşü böyüdür, kiçikdir, hər bir şeylərə diqqət olunub burada. Yəni sənin fiziki vəziyyətin hər mənada analiz edilibdir, xarici görünüşünlə təbii ki. Baxılıb sənin dişləri və qolunun gücünə, ayağının gücünə, sinəvin necə formada olması, bunlar hamısı önəmsənilən detallar olub və onları hansısa bir xüsusiyyətlərinə görə müxtəlif sahələrdə qul olaraq istifadə ediblər. İnsanın bu cürə alışı-verişi yola verilməzdir. Yol verilməzdir. Amma burada bu baş verib və illərlə bura qul satışı kökü olubdur. Qulların satışı buradan reallaşıbdır. Bərbad tarixdir, pis tarixdir. Amma adamlar oradan çıxıb gəlib bu vəziyyətə çıxa biliblər. Bu vəziyyətə qulluqdan çıxıb gəlmə özü böyük bir şeydir yəni. Bunu da nəzərə alın. Nəticə etibarilə indi çox yaxşı yerdədirlər. Okey, bəlkə 10 il sonra, 20 il sonra daha yaxşı yerə gələcəklər. Amma hal-hazırki vəziyyətdə ən yaxşı yerlərindədirlər, mən deyə düşünürəm. İşin ən ağır tərəfini deyəcəm sizə. Deməli, bu qullar satışdan öncə bura gətirilirdi, burada saxlanılırdı. Deyilənə görə mümkün qədər tacirlər rasxod eləməmək üçün, pul xərc eləməmək üçün onlara yemək və içmək vermirmiş yeridir bile. Ki bunları yəni 1-2 günə olsa bazara çıxardıb satacağım. Mən niyə görə buna əlavə pul verim, yemək alım? Adamları burada göstərəcəm, hal-hazırda girəcəm indi ora. Adamları burada ac qarına, susuz günlərlə saxlayıblar ki, bu əsirlik də deyil də. Yəni qulsan sən qul və səni satışa çıxardırlar. Səni öldürsələr ondan yaxşıdır mən deyə düşünürəm. Qul kimi yaşamaq, yəni qul yaşamaq da okeydir. Bu zülm niyə bura zəncirli taxılır? Çox dəhşətli bir tarixdir, çox dəhşətli. İndi mən bura girəcəm, burada işıq da yoxdur deyəsən. Mən bir dənə telefonumla işığı yandırım. Həm məni görəsiz, həm də içərini görəsiz. Okey. Gedək. Ölçüyə baxın. Yəni adam burada oturub, uzanıb, yatıb və ya nəsə eləyibdi. Bax. Bağlayıblar bunları. Bunu yəni ki bunların boynuna, bunu yəni ki
Əllərinə bağlayıblar. 2.50 buradan keçir. Necə ki, bunlar arıqlıqda olublar, gör bunlar. Quldular da, yəni bunlar belə bir arıqda olmağı normaldır. Siz bir dənə onların havaya çıxma yerinə baxın. Yəni hava ilə əlaqəsi burdandır, qardaş. Bu məsafə deyil, bu görmürsən çöldə nə baş verir və sən belə bir dar, kiçik bir yerdəsən. Çox kiçik bir yerdə. Çox bərbad. Elle m'a demandé ils étaient combien dans une chambre? 30 personnes. Sorry. Il y a 30 personnes ici. I just want to take video. Okay. Sorry. Thank you. Okay. Ümid edirəm hər şeyi izah edə bildim. Kökü olaraq, mənbə olaraq adamlar qul olublar. Sonradan gəlib bu vəziyyətə çıxıblar. Mən hardan gəlmişdim, hara gedirəm. Ümumiyyətlə bunu da deyim. Deməli, müxtəlif mənbələrə əsasən bəziləri deyir ərəblər, bəziləri deyir İran şirazları gəlib bura bunları görüblər və bunlara Zəngibar adı verilibdir. Zəngibar. Zəngibar. Zəngi zənci deməkmiş. Amma bar isə sahil. Yəni zənci sahil adlanıb bura. Yoruldum amma günümün çox az bir səsini bura sərf etdim amma çox yordu bura məni. Əla idi uşaqlar. Görüşərik.